Axşamın xeyir olsun. Nə var, nə yox, nə tərsiz, necəsiz? Qardaş, axşamınız xeyir olsun. Mən sizləri salamlayıram. İnşallah layihəniz uğurlu olsun və bizim hörmətli, bizim doğma kanalımız Dünya TV'nin bütün əməkdaşlarını salamlayıram. Bura mənim üçün doğmadır, Anar qardaş. Bizim də burada Sazımız Səsi layihəmiz var. İnşallah artıq bir ay olar təqribi, belə deyək, artıq səhnəmizə gəlmirik, amma Allah izin versə, Allahın izni ilə yaxın zamanlarda yenidən artıq. Niyə gəlmirsiniz ki? Çünki bizdə Sazımız layihədir, belə deyim də, yarışmadır. İnşallah artıq... Elə deyərdi, elə mən də qatılardım bura, Gülarə Azaflı ilə, Solmaz Kösayeva ilə. Usta sənətkarlarımız. İştirak eləyərdik onlarla. Sizlərə mən təşəkkür edirəm və qarşıdan gələn bu gözəl həm Dünya Azərbaycanın həmrəylik günü münasibətilə və eyni zamanda da belə deyim, yeni il bayram münasibətilə mən sizləri və bütün xalqımızı təbrik edirəm. İnşallah həmişə səsiniz belə gözəl səhnələrdən gəlsin. İnşallah. Əlimdə bütün... Təzə deyəsən, nə kostyumun? Əlikiramın kostyumunu oxşayır Bayramovun. Mübarəkdir. Sağ olun, var olun və bütün əlimdə saz tutan balalarımızı salamlayıram. Bütün saz sevər dostları salamlayıram və sizlərə təşəkkür edirəm, dəvətçinin qardaş. Var olun, Allah həmişə sizləri var eləsin. Xoş gəlmişsən, ürəyin doldu maşallah. Mikrofon səndən olacaq. Buyur əzim, xoş gəlmişsən. Anar, bu hansı bölgədənsiz? Mən belə deyim də, Laçındanam mən, Laçından. Laçındansınız, hə. Laçın tərəfdən, maşallah. Laçından aşığımız eşitməmişəm. Mikrofonla danışaq. Laçından maşallah, mən tanıyıram. Allah qəni-qəni rəhmət eləsin. Məhəbbət Kazımov bizim gözəl sənətkardır. Bəli, bəli. Laçından Ehtiram Hüseynovu mən tanıyıram. Bizim gözəl xanəndəmiz, dövlətimizin əməkdar artistidir. Laçından Fədai Laçıngil var, İlahə Laçındır. Laçından sonra bir çox belə deyim sənət, amma saz ifaçısı yox, var, Anar qardaş. Bu günləri Azərbaycan naşıq sənətinə öz töhfəsini verə biləcək bizim həqiqətən həm gənc, həm orta nəsil, həm belə deyək, yeniyetmə var bu günləri sazımızın, sözümüzün keşiyində duran. İnşallah zaman ərzində qismət olarsa onlar da sizin efirinizin bir qonağı olarlar. İnşallah. Neçə yaşın var sənin? Neçə görsənir? Yox, neçə görsün, neçə yaşın var? 30, sən elə dans, elə biləm 60-70 yaşın var sənin. Bu sazın dərinliklərini də belə bilirsən, yoxsa yox? Təbii ki, az çox indi biz həm pedaqoji fəaliyyətimiz var. Maşallah. Mən burada tələbəm də iştirak edir və hansı ki, o bayaq dedim, Sazımız Səsi 1, Sazımız Səsi 2 və Sazımız Səsi 3 layihəsini biz baba gözəl səhnəmizdə elədik. Və Sazımız Səsi 3 layihəsinin qalibi Nuray balamız buradadır və Sazımız Səsi 1 layihəsinin qalibi Teymur Vedir'ini salamlayıram. İkinci layihəmizin qalibi Məhəmməd balamız var, salamlayıram. Maşallah, ümumiyyətlə, Anar qardaşım, mən yəni belə deyək də, o biraz layihə rəhbəri sözünə biraz xoşum gəlmir, amma təşkilatçı deyim. Yəni mən olduğum üçün demirəm və ya aparıcı mən olduğum üçün demirəm, amma sözün həqiqi mənasında bu günə qədər bura mən hardasa təqrib bir 100-ə qədər əlimdə saz tuta bilən bizim həm yeniyetmə ballarımız, həm də Azərbaycanımızın bugünkü gündə çox məşhur sənətkarlarını dəvət eləmişəm. Belə mənim ikinci ustadım Fəzan müəllim də burada dəfələrlə qonağımız olub və hətta duetimiz olub burada canlı olaraq. Yəni bu günə qədər burada zəif yeniyetmə uşaqlar gəlməyib həqiqətən. Biri-birindən gözəl iştirakçılar gəlir və mən də Allah qoysa Allahın izni ilə inanıram ki, onlar gələcəkdə bizim bu gözəl Azərbaycan aşıqlı sənətimizə öz töhfələrini verəcək və öz dəstək xətti ola biləcək bir sənətkarlar olacaqlar. Qardaş, sən ürəyin doldu, sən verilişin deyil, bura Sazımın Səsi deyil, yanar saatdır bura, gəldin, görüşdün, bir kəlmə sözüm deyilən, əyləşdi, maşallah, danışmaqda mənim qabağıma 9 qoydun sən. Dedin ki, Aşıq Namiq bu qədər yarışmalar eləyibsə, mən niyə ondan geri qallam ki? Elə mən də başlayayım yarışmalar eləməyə, yoxsa? Yox, valla o mən rəqabət məndə yoxdur. Allah məndən də paxırlıq yoxdur. Niyə ki, rəqabət yaxşı rəqabətdir də. Mən demirəm ki, Namiqlə döyüşmək, vuruşmaq istəyirsən sən. Mən belə deyim də, gözəl qardaş. Ümumiyyətlə, mən bir dəfə layihəmizə demişdim burada. Bu Sazımız Səsi proyekti mən 2024-cü ildə artıq efirə çıxartdım. Amma mən illər öncə bunu həyata keçirmək istəyirdim. Amma müəyyən səbəblərdən həyata keçirə bilməmişdim. Vururdular yəqin səni. Yəni problem vardı, amma mən belə demək olar ki, mənə Dünya TV kanalında böyümüşəm həqiqətən. Bu kanal mənə çox doğmadı. İlk addımlarım da 2004-2005-ci ildə burada olub, bu kanalda olub. Belə ona görə və rəhbəri dərin təşəkkürümü bildirirəm ki... Təşəkkür eləməz qardaş, minnətdaram.